Səhərin götü açılmamış, yenə yola çıxırıq. Artıq başlıqdan da bilirsiniz hara gedirik. Praga. Allah, Məhəmməd, ya Əli. Evdən səhər saat 6:43 çıxışımızı elədik. 5 saat sonra Çexiyadayıq. Praqada bizi bir nəfər gözləyir. O adamı çox yaxşı tanıyırsınız. Paris vlogunu izləyənlər tanıyır. Ruslan əsəbidə 60 euro cəriməsi girir. Bəli, Ruslanın yanına gedirik. O bizi gəzdirəcək. Avropada bir yerdən bir yerə maşınla gedirsinizsə, bəzi yollarda, hətta bir çox yollarda pul ödəməlisiniz. İndi Müşfiq bizim üçün Çexiyaya gedən... Nəylə ödəyəcəyini tapamadım. Nəylə ödəyəsən Müşfiq? Yoxdur. Pul yoxdur. Heç bir bilən verdi ödəyək. Nə verim? 14 manat 14 qəpik Google'un dediyinə görə 32 zlot pul ödəyəcəyik. Bu da bizim pul ödəmə yerimiz. Mən buranı şey oxşatdım. GT4-dəki o körpüdən körpüyə keçirsən, körpüdən körpüyə biraz qəribəcək. ...32 litr benzinə 123 manat verib yolumuza davam edirik. 32 litr benzin 123 manat. Yol üstü McDonald'sda dayandıq. Böyük ihtimal bir şey yeməyəcəyik çünki pul xərcləmək istəmirik də əlavə. Gedək bir dənə su töşək. Çox maşında oturduğum üçün biraz istəyirəm idman eləyim. Başlayaq. Ayaqlarım açıldı. Ayaqlarım açıldı. Rəsmi olaraq Çexiya sərhədinə girdik. Çexiya həqiqətən inkişaf eləmiş bir ölkə olduğunu göstərir. Nəylə? Nəylə göstərir qardaşım? Macaristana, Budapeştə gedən adam bilər. Nəylə? Öz yolu ilə. Mən bura birinci dəfə də gəlmirəm. Sən bura gəlməyindən söhbət getmir. Sənin Budapeşti tanımağından söhbət gedir. Allahım, Razin dəmiyəm, Türkiyə dəmiyəm bəlli deyil. Praqanın qıraq yerləri. Gəlmişik, bəli. Paris, Ruslan, 60 euro. Uşaqlar, Ruslan bizim də qəşəng bir restoranda gətirdi, ucuz yer. Müşfiq bir şey yiyib qutarıbdı. Bir dənə bu. Vay, datlıydı, çox tatlı. Çox datlıydı. İbrahim də yeyib. Mən özümə balaca bir dənə sup zakaz verdim. Bu sup 4 manatadır. Yanında da ki 1 manat deyəydi, ən ölüsü. 1 manat yox, hətta yox, qəpik quruş bir dənə çörək dedim, gəlib çörəyini. Sonra dəqiq ondan deyə. Airbnb-də tutduğumuz evə gedirik indi. Beşlərimizi qoyaq. Daha sonra rahat gəzməyə çıxmaq istəyirik. Ruslan gözəl insan gəlir, o bizi gəzdirəcək. Bu şəhərdə 9 ildir yaşayır. Üç günü 185 manata tutduğumuz ev. Girən kimi qapıdan bizi nə qarşılayır? Mətbəx deməyə 1000 şahid istəyəcək yer. Qaz peçi belə yox. Hamam. Veşilka. Yemək yediyimiz yer. Və bir dənə tez bazar, yataq otağı. Biraz ev dağınıqdır çünki bu videomu biraz geç çəkirəm. Yəni bura 2 gecə 3 günlük 185 manat vermişik. Ev çox da yaxşı deyil, açıq danışım. Servis yoxdur, telefon tutmur. Heç olmasa Wi-Fi var imiş, nəysə şükür elədik. Və ev soyuqdur. Buna əlavə heç bir Allahın belə çayı falan heç nə yoxdur da. Bir adam bura bir su zat qoyar da, yəni heç nə yoxdur. Bu mənada ev biraz pisdir, amma nəysə biraz ucuza aldıq. Ucuza götürdüyümüz üçün çox da şey demək istəmirəm. Qaydımız buradadır, bələdçimiz Ruslan bəy. Hara gedirik Ruslan bəy? Gəzdirir bizi. Möhtəşəm bir gün. Hava günəşli. Prag yaxşı görünür.
Görək. Allahım, bu binanı həmişə videolarda, şəkillərdə, zətdə, ya real opşumda görməmişdik. İlk dəfə görürəm. Nə hisslər kəs edirəm vallahi heç bir hisslər kəs etmirəm. Açığı danışaq, adi normal binadır. Sadəcə bir hissəsini belə deyək, əyri düzəldiblər. Məsələn, bax bu tərzdə binalar hər yerdə görə bilərsiniz Avropada. Amma belə bir şey çox görmürsən. Ona görə bu daha maraqlı gəlir insana. İbrahim, bu bina haqqında nə düşünürsən? Necədir bina? Xoşun gəldi? Bu bina bir vestim olarak inşa edilir. Dizaynizasyanın rehabilitasyon bir simgesi oldu. Modern, çok güzel sahipti. Biraz azmışıq. Hara gəldik? Baget Bulvardı. Bulvardı. Bildiyiniz dönər satılırdı. Dönərə bənzər bir şey, amma baget çörəyində. Usta автотрасс какой-нибудь? Sen yemək istəyirsən hə? Yes sir. Valla çox qərarsızam. Nə seçsəm bilmirəm. 14 manat elə bir ki. Allah sən pis almırsan da ya. 14 manata gələ. Daş mənim əlimə bax bir də buna bax. Məkan qəşəngdir, ideyanı bəyəndim. Yaxşı sendviçlər var. Amma bu qədər balaca yoxdur yəni. Amma çox dadlıdır, bəyəndim. Mən bura yenə gələrəm. Ye. Yeməyimizi yedik. Çox qəşəng bir yerdir. Mən istəyərdim ki, bu yer Polşada da olsun. Hətta Bakıda, Gəncədə də olsun. Qaydasa Sumqayıt olsun. Yəni mən buranın bu qədər gözəl olacağını gözləmirdim həqiqətən. Uşaqlar, mən şokdayam. Şokda. Prag bu qədər gözəl bir şəhəriymiş. Mən qələt eləyərəm, bir də Budapeştə gedərəm. Bu video Budapeşti pisləmə videosudur. Bir də bu gözəlliyə baxın. Bir belə cəmaət niyə yığışıb? Bu şəhərin sakini olan Ruslan bəylə danışmaq istəyirəm. Ruslan bəy, bu cəmaət niyə bura yığışıb? Dön baxma. Nəyə baxma? Astronomik saat. Burada nəsə bir şey şou olacaq demişdiniz. Çerez 4 dəqiqə. Aman Allah, nələr oluyor? Nələr baş verir? Ay, o kişi kimdir? Lan, cəmaət bunun üçün yığışıb. Sadaş, burada heç nə yoxdur ki, bunun üçün nəyə gözləyirik burada? Allah, sürü psixologiyası. Wow. Hal-hazırda PESİ zonasındayıq. Bu zona niyə PESİ adlanır? Gözəl sualdır. Bunun üçün Instagramıma gedib öyrənə bilərsiniz. Amma mən yenə də yaxşılıq edirəm. Videonu indi burada qoyacağam, baxın. Çexiyada PESİ zonasındayım. Çexlər bu zonanı PESİ zonası niyə adlandırır? Gözəl sual. Çünki piyadalar, maşını olmayanlar burada PESİdir. Bəli. PESİ zonası hər gün səhər saat 6-dan 9-a, axşam saat 8-dən 20-şinə onlara kimi taksilər üçün açıqdır. Şəhəri gəzməyə davam edirik. Şəhərdən zövq alırıq. Dəlicəsinə zövq alırıq. Şəhər möhtəşəmdir. Prag, yəni Avropada gəzdiyim şəhərlər arasında top 3-ə girər. Neçə şəhər gəlmişəm? Elə 5 dənə şəhər gəlmişəm.